Şaban ayının əvvəlidir, mübarək bir ay daxil olub, olduqca fəzilətli aydır Şaban ayı. Hədislərdə buyurulur ki, İmam Səccad əleyhissalam bu ay daxil olanda bütün səhabələrini toplayırdı və onlarla danışırdı. Soruşurdu ki, bilirsiniz bu nə aydır? Peyğəmbər buyurub ki, bu mənim ayımdır. Kim bu ayda Peyğəmbərin sevgisini cəlb etmək üçün, Allaha yaxınlaşmaq üçün oruç tutarsa, İmam Səccad əleyhissalam buyurur ki, and olsun o Allaha ki, Əli ibn Hüseynin canı onun əlindədir. Atamdan eşitmişəm, atam Hüseyin ibn Əlidən eşitmişəm ki, hər kim Şaban ayında Peyğəmbərin razılığını, məhəbbətini qazanmaq üçün və Allaha yaxınlaşmaq üçün oruç tutsa, Allah onu sevəcək və qiyamət günü öz kəramətinə yaxın eləyəcək. Cənnət ona vacib olacaq. Allah cənnəti ona vacib edəcək. Peyğəmbərin öz dövründə bir münadi carçı car çəkərdi ki, ey insanlar, bilin ki, Şaban ayı mənim ayımdır. Və Allah rəhmət etsin o kəsə ki, bu ayda mənə kömək eləsin, yəni oruç tutmaqla mənə yardım olsun, köməkçi olsun.